Salam, hər vaxtınız xeyir olsun. Bütün paylaşılan videolara, dəstəyimizə baxmayaraq, yenə də yararlı olaraq hərbi xidmətə gedirəm. Mən məcburi şəkildə istəməyərək də olsa, valideynimi xəstə şəkildə, baxıma möhtac formada burada qoyuram. Artıq baxıma möhtac deyəndə, artıq müalicəsində elətdirmək olmayacaq. Maddi gəliri yoxdur, işləmək qabiliyyəti yoxdur. Çünki işləyə bilmir. Mümkün deyil, əmək qabiliyyəti yoxdur. Həm səhhəti ilə bağlı, həm başında olan şişlə əlaqəli. Görməsində məhdudiyyətlər yaradır. Ondan əlavə, yolda daimi müddətdə yeriyə bilmir. Başı gicəllənir falan, belə bir xəstəlikləri var. Ondan əlavə özümün səhhətim problemlərimdə diqqətə alınmadı. Böyrək problemdir, allergik rinitdir, revmatizmdir, ayaqdakı problemlərdir. Başqa dəri xəstəlikləri də var. Hələ ki, qış aylarında o qədər də özünü biruzə verməsə də, gələcəklərdə öz verəcək, özünü göstərəcək. Buna baxmayaraq, vəziyyət bu yerdədir. Gedirəm, çarəsiz formada valideyni buraxırıq, gedirik. Dəstəyinizi yenə də kəsməyin. Ola bilər ki, Allahdan ümid kəsmək olmaz. Ola bilər ki, oradan şəffaf bir baxış olar, gözəl bir diqqətli formada yoxlanış olar. Xəstəliyimi həqiqətən də təsdiq edərlər. Geri qayıdaram, ən azından anam üçün bir yaşamaq şansı olar, yaşamaq üçün bir səbəb ola bilər ki, necə deyirlər, həm kirayəni ödəmək lazımdır, həm ondan əlavə müalicələrini ödəmək lazımdır. Bunun üçün bir şans ola bilər. İnşallah dualarınızı əsirgəməyin. Görüşənədək.